Bütün Ətirşah izləyicilərinə və bu videoya baxan hər kəsə salam. Bu dəfə Ətirşah ailəsindən balaca, amma lap əsl istirahət gününü aparırıq. İşlər gərgin idi, hamı yorulmuşdu. Dedik, biraz nəfəs alaq. Səhər tezdən yığışdıq, avtobusa mindik və Nabran istiqamətinə yol aldıq. Yol boyu söhbət, gülüş, kamera arxası maraqlı anlar. Bir sözlə, istirahət elə avtobusdan başladı. Sonra çatdıq Nabranımıza. Avtobusdan düşən kimi təmiz hava, yaşıllıq, sakitlik, elə bir adamın içi açılır. Günə birlikdə səhər yeməyi ilə başladıq. Gülə-gülə, danışa-danışa yeməyimizi yedik. Əhval-ruhiyyə lap yuxarı. Və təbii ki, dənizsiz olmaz. Günəş, dəniz, şirin söhbətlər, bir yerdə keçirdiyimiz o gözəl anlar. Enerjimiz tükənmədi, əksinə. Dedik, futbolsuz olmaz. Dəniz kənarında meydança quruldu. Hamı oyuna qoşuldu. Kim nə qədər bacarırsa, qaçdı, güldü, zarafat elədi. O anlar əsl yadda qalan xatirələr oldu. Ətirşah bizim üçün sadəcə iş yeri deyil. Ətirşah böyük bir ailədir. Biz burada birlikdə işləyirik, birlikdə böyüyürük və belə gözəl anları da birgə yaşayırıq. Günün sonunda geri dönüş vaxtı gəldi. Yorğun idik, amma hamının üzündə təbəssüm var idi. Çünki yaxşı gün keçirmişdik. Bu gözəl gün üçün bütün Ətirşah komandasına böyük təşəkkür. Daha çox belə anlarda görüşmək ümidi ilə.